Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Telan School'un ingilis dili müəllimi Aygün Süleymanova. Sizinlə bugün ingilis dilində ehtimal və mümkünlük bildirən müdafiələr haqqında öyrənəcəyik. Dərsin izahına keçməzdən öncə qeyd etmək istərdim ki, onlayn və əyani şəkildə ingilis dili dərslərinə qoşulmaq istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə dərsin izahına keçək. Deməli, ingilis dilində ehtimal və mümkünlük bildirən modal feillərə may, might və could daxildir. İndiki və gələcək zamanda baş verə biləcək və yaxud dəqiq bilmirik, baş verə də bilər, baş verməyə də bilər. Baş verməsi mümkün olan hadisələri təsvir etmək üçün təsdiq cümlələrində, baxın, təsdiq cümlələrində could, may və might'dan istifadə edirik. Siz burada deyə bilərsiniz ki, could və might keçmiş zamana aiddir. Bəli, could-ın keçmişi could, may'in keçmişi might'dır. Amma biz burada ehtimal və mümkünlük bildirən modal feilləri öyrənirik və qeyd elədik ki, indiki və gələcək zamanda baş verəcək hərəkətləri üçün could, may və might'dan istifadə edirik. Yəni bu cümlələrdə could-la might keçmiş zamana aid deyil. İnkar cümlələrində isə may not və might not var. İkisinin inkarını bu formada düzəldirik. Could not şəkildə inkar yoxdur. Yəni could notla biz inkar qura bilmirik. Testlərdə could notla ehtimal və mümkünlük bildirən modal feillərdə görsəz, cümlələrdə görsəz, yəni səhvdir. Bu modal feillər yenə də keçmişə aid deyil, indiki və gələcək zamana aiddir. Və indi nümunələr üzərində baxaq. She is not here yet. O hələ gəlməyib, o hələ burada deyil. She might be stuck in traffic. Bəlkə də o tıxacda qalıb. Sadəcə bu bir ehtimaldır. Belə olmaya da bilər. I may pass an English exam. İngilis dili imtahanı keçə bilərəm. Yəni bu keçə bilərəm də, keçməyə də bilərəm. Ehtimaldır, mümkünlükdür. He could be on his way. O yolda ola bilər. I might not join you if I finish my work late. İşimi geç bitirsəm sizə qoşula bilmərəm. That may not be a better solution for you. Bu sənin üçün daha yaxşı həll ola bilməz. Və biz bildiyimiz kimi modal feilləri biz öyrənmişiksə və bilirik ki, modal feillərdən sonra əsas feil gəlir və bizim bu əsas feilimiz başlanğıc formada olur. Başlanğıc forma o deməkdir ki, şəxsə və zamana görə dəyişmir. Məsəl üçün passive və yaxud past zamana görə, şəxsə görə dəyişmir. Elə, yəni başlanğıc formada və indiki zamanda qalır, olur. Məsəl üçün could be və yaxud might not join, may not be və s. Sual formasına gəldikdə isə may, might, could mübtədanın önünə və yaxud cümlənin önünə keçmir. Və bu zaman biz cümləni olduğu kimi yazırıq və yəni saxlayırıq və cümlənin önünə do you think və yaxud how do you think, sənin fikrincə necə düşünürsən kimi sual cümlələrini qoyuruq. Nümunəyə baxaq. She might visit some foreign countries next year. Bu cümlədə biz might'ı önə ata bilmirik. Onun qarşısına, cümlənin qarşısına do you think əlavə edib cümləni olduğu kimi köçürürük və olur bu cümlələrin ehtimal və mümkünlük bildirən modal feili cümlələrin sual forması. İndi isə 5 test var burada və 5 testi izahlı şəkildə baxaq, cavablarını tapaq. Birinci sualda his family and he boşluqlardan sonra visit feilimiz gəlib. Baku next zaman. Onun ailəsi və o gələn yay Bakıya səfər edə bilər. Could not olmadığı üçün birinci onun üstünə xətt çəkirik. Maybe olmaz, çünki artıq burada feilimiz var. İkinci bir feilə ehtiyac yoxdur modal feildən sonra. Doğru cavab qaldı A. Might. Günay isn't in the class today. Günay bugün dərsdə yoxdur. I suppose she boşluqlar sick xəstə deməkdir. Mən güman edirəm o xəstədir. Burada feilimiz yoxdur. Biz burada nəsə bir feil qoymaq və feillə modal feil birlikdə A variantında verilir. May və might
özündən sonra dediyim ki, modal fe'lərdən sonra əsas fe'l gəlir. Yəni olmadığı üçün bir nəsi variantı səhvdir. You have a grammar exam next week. Yenə də have-imiz var, fe'limiz var. A-də be var, B-də də be var. Yəni fe'li qoyub, başqa bir fe'l qoyublar. Ona görə səhvdir. Doğru cavab C variantı. 4-də I don't feel well. Mən yaxşı hiss eləmirəm. I have to see a doctor. Fe'limiz var yenə də. Ona görə də mən could notun üstündən xətt çəkərik ki, çünki belə bir inkar yoxdur. Və mən özümü yaxşı hiss eləmirəmsə, həkimə gedərəm. Ona görə də may not da uyğun gəlmir tərcüməyə. Yəni həkimə gedə bilərəm. C variantı doğrudur. She is crying. O ağlayır. She have bad marks. Pis qiymət alıb. Yəqin ki, pis qiymət alıb. Deməli, could not yenə olmadığı üçün üstündən xətt çəkirik. May not uyğun gəlməz tərcüməyə. Ağlayır axı. Doğru cavab yenə də ola bilsin ki, pis qiymətlər alıb. Ümidvaram ki, dərsin izahını başa düşdünüz. Yenə də nəsə qaranlıq sualınız yaranarsa yazıb soruşa bilərsiniz. Və yenə də qeyd etmək istərdim ki, Telan School-da bütün fənlər üzrə onlayn və əyani şəkildə dərslər davam edir. Siz də dərslərə qoşulmaq istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz. Bugünlük bu qədər. Gələn dərslərdə görüşərik. Sağ olun.